Bəli. Deməli, gəldik 6-cı suala. Deyir, yüklü elektroskopa müsbət yüklü cismi toxundurduqda vərəqlər deməli, yüklü elektroskopa müsbət yüklü cismi toxundurduqda vərəqlər şəkildəki kimi aralanır. Cismi toxundurmazdan öncə elektroskopun yükünün işarəsi necə idi? Yadda saxlayırıq ki, əgər yüklü elektroskopa biz hər hansı başqa bir yüklü cisim toxundururuqsa və o aralanırsa vərəqlər, demək ki, bu zaman elektroskopda toplanan yüklərin miqdarı çoxalıb. Çoxalması üçün də ona eyni işarəli yükün gəlməliyik. Çünki əks işarəli olsa biri müsbət, biri mənfi olduğuna görə azaldacaq, müəyyən bir hissəsini neytrallaşdıracaq. Ya ikisi də mənfi olmalıdır, ya ikisi də müsbət olmalıdır ki, bu zaman iki mənfini də toplayanda miqdarı artır, iki müsbəti də toplayanda miqdarı artır da. Yenə deyirəm, burada nəyə fikir veririk? Deyir ki, cismi toxundurmazdan öncə elektroskopun işarəsi necə idi? Yüklü elektroskopa müsbət yüklü. Deməli, biz buna toxundurduğumuz cisim müsbət yüklüdür. Müsbət yüklü toxundurduğumuz halda əgər yarpaqlar aralanıbsa, deməli, onda elektroskopun özü də əvvəlcədən müsbət yüklü olub. Əgər elektroskopa mənfi toxundurub aralansaydı, onda deməli, elektroskopumun özü də mənfiymiş. Yəni, yüklərin artması üçün, vərəqlərin bir-birinin aralanması üçün onda toplanan yüklərin miqdarı artmalıdır. Artması üçün də elektroskopun özü də, toxunan cismin özü də eyni işarəli yük olmalıdır. İndi bizə burada şərtdə verir ki, elektroskop müsbət yüklüdür. Daha doğrusu, elektroskopa müsbət yüklü cisim toxundurub. Cismin müsbət yüklüdürsə, deməli, avtomatik mənim elektroskopumun da yükü müsbət olmalıdır. Demək ki, toxundurmadan öncə elektroskopun yükünün işarəsi necə idi? Olacaq müsbət. Elektroskopun vərəqləri şəkildəki kimi vəziyyətini dəyişib, aşağıdakı hansı və ya hansılar doğrudur? Vərəqlər əvvəl aralı idi, indi şaquli vəziyyət alıb. Demək ki, elektroskopun yükü əvvəl yüklü idi, indi artıq yüksüzləşir. Deməli, nəyə baxırıq burada? Elektroskopun vərəqlərindəki yük azalıb, bəli. Elektroskopun vərəqlərindəki yük artıb, xeyr, artsaydı, onda daha da itələnərdi bir-birindən. Elektroskopun başlığındakı yük azalıb, bəli. Elektroskopun başlığında yük artıb, yüklə vərəqlər eyni işarəli olduğuna görə eyni prosesi baş verəsidir. Sonra gəldik 8-ci suala. Deyir ki, mənfi yüklü A və B elektroskoplarının başlıqları mənfi yüklü A və B elektroskoplarının başlıqları. Deməli, bu da mənfidir. Bu da mənfidir. Başlıqlarını metal çubuqla birləşdirsək. Elə bir ki, bax, bu bizim metal çubuğumuzdur. Biz bunu birləşdirmişik. Vərəqlərin vəziyyəti necə dəyişər? Cavabınızı əsaslandırın. Mənfi yüklü A və B elektroskopların başlıqlarını metal çubuqla birləşdirsək, vərəqlərin vəziyyəti necə dəyişər? Gəlin bunu nümunə ilə göstərək. Mən bura rəqəm qoyacağam və onun hesabından hesablayacaq. Əvvəlcə elektroskoplara baxıram ki, birinin vərəqləri digərinə nisbətən daha az, daha yaxındır. Bax, burada daha aralarındakı bucaq daha çoxdur, deməli daha çox qüvvəni itələnib, burada isə daha azdır. Bu o deməkdir ki, B elektroskopunun yükünün miqdarı A elektroskopdakı yükdən daha çoxdur. Məsəl üçün, buna deyirəm mənfi 10 yükünə, buna da deyirəm mənfi 6. Biz bunları naqillə birləşdirəndə sanki onları bir-birinə toxundurub aralandırırıq. Bu zaman yüklər aralarında elə bil birləşib ikisi arasında bərabər bölünəcək. Nə üçün bərabər? Çünki eyni elektroskoplardır. Onda nə olacaq? Mənfi 6-nın üstünə gəlirəm mənfi 10-u, bölürəm ikisinin arasında. Mənfi 16-nı 2-yə böləndə alıram mənfi 8. Demək ki, A elektroskopunda əvvəl mənfi 6 idi, indi oldu mənfi 8. B elektroskopunda əvvəl mənfi 10 idi, indi oldu mənfi 8. Gördüyünüz kimi A elektroskopunun yükünün miqdarı artdı, B-də isə nədə azaldı. Demək ki, onda A elektroskopunun vərəqləri bir balaca aralanacaq, B-də isə bir balaca yaxınlaşacaq. Amma ikisində də eyni görünür. Son nəticə olaraq ikisində də eyni bucaq altında aralanacaq, çünki hər ikisinin yüklərinin miqdarı eynidir.
9-cu deyir ki, elektroskopun vərəqləri az və ya çox meyl etməsi nədən asılıdır? Vərəqlərin yükünün işarəsindən, vərəqlərin elektrik yükünün miqdarından. Təbii ki, vərəqlərin elektrik yükünün miqdarından. Yükü çoxdursa çox meyl edəcək, azdırsa az meyl edəcək. Aşağıdakilərdən hansı doğrudur? Elektroskopun müsbət yüklənməsi zamanı elektronlar cisimdən elektroskopun müsbət yüklənməsi zamanı elektronlar cisimdən elektroskopa keçir? Xeyr. Protonlar cisimdən elektroskopa keçir? Proton hərəkət eləmir. Elektronlar elektroskopdan cismə keçir? Bəli. Ona görə elektroskop müsbət yüklənir. Protonlar elektroskopdan cismə keçir. Dediyimiz kimi protonlar hərəkət etmir. Hərəkət edən elektronlardır, yəni 3-cü cavab. Gəldik sonuncu. Baxaq, görə düz açırıq. Yox, səhv açmışıq. Yəni də səhv oldu. Təşəkkürümüzü bildiririk. Deməli. Nəhayət. Çatdıq 11-ci suala. Deyir ki, hansı halda yüksüz elektroskop müsbət yüklənər? Müsbət yüklü cismi başlığına toxundurduqda. Bəli. Dedik ki, neytral cismə müsbət cisim toxunduranda müsbət yüklənir, mənfi toxunduranda mənfi yüklənir. Mənfi yüklü cismi başlığa toxundurduqda xeyr, neytral cismi başlığa toxundurduqda burada ümumiyyətlə yüklənmə olmur. 12-də deyir ki, bizə elektroskopun elektrik yükü müsbət 0,1 kulondur. Metal naqil vasitəsilə onun başlığını elektrik yükü mənfi 0,1 olan eyni elektroskopun başlığı ilə birləşdirsək, nə baş verər? Bu, bayaqki məsələyə oxşuyur. Bu zaman yüklər yenə də toplanıb ikisinin arasında bölüşməlidir. Deməli, birinin yükü müsbət 0,1-dir, digərinin yükü mənfi 0,1-dir. Onda yüklərini toplayıram, müsbət 0,1-in üstünə gəlirəm mənfi 0,1-i və bölüşdürürəm ikisinin arasında. Müsbət 0,1 ilə mənfi 0,1-in cəmi bizə verir 0, cavabımız eləyəcək 0. Bu o deməkdir ki, eyni miqdarda müsbət yüklə mənfi yük birləşəndə onlar bir-birini neytrallaşdırır. Nəticə etibarilə elektroskop boşalır, yüksüzləşir. Deyir, bu zaman vərəqlər daha çox aralanar. Xeyr, çünki boşalıb. Vərəqlərin vəziyyəti dəyişməz. Vərəqlər şaqlı vəziyyət alır. Vərəqlərin vəziyyəti dəyişməz də səhv cavabdır. Çünki əvvəlcə müəyyən qədər yükləri olduğuna görə müəyyən qədər vərəqlər bir-birlərinin aralanıblar. Amma indi artıq yüksüz olduğuna görə vərəqlər daha şaqlı vəziyyətə gəlir. Deməli, cavabımız olacaq 3. Sonra gəldik burada nəyə? Deməli, deyir ki, şəkildəki cisim və elektroskopun toxunmazdan öncə elektrik yükləri haqqında nə demək olar? İki halı müzakirə edin. Deməli, biz baxırıq ki, toxundurandan sonra elektroskopun yarpaqları şaqlı vəziyyət alıb. Əgər elektroskopun yarpaqları şaqlı vəziyyət alıbsa, demək ki, artıq elektroskop boşalıb, yəni yüksüzləşib, neytrallaşıb. Bəs nə zaman yüklü elektroskop neytrallaşar? O zaman neytrallaşar ki, bax, bayaqki 12-də dediyimiz kimi. Elektroskopun yükü ilə toxundurduğumuz cismin yükü miqdarca eyni, işarəcə əks yüklərdən ibarətdir. Tutaq ki, misal üçün deyirəm. Elektroskopun yükü olsun müsbət 5Q, toxundurduğum cismin də yükü olsun mənfi 5. Biz bunları toxunduranda, deməli, yüklər toplanıb ikisi arasında bölünməlidir. Yəni, mənfi 5-dən müsbət 5-i toplayıb ikisinin arasında bölüşdürməliyik. Amma bunları toplayanda biz onsuz da verir 0. İstər yük deməli, elektroskop müsbət olsun. Bax, bu elektroskopdur, bu da cisimdir. İstər elektroskop müsbət olsun, cisim mənfi olsun. İstərsə də elektroskop mənfi olsun, cisim müsbət olsun. Fərqi yoxdur. Əsas məsələ odur ki, belə yazırıq. Bunun Q1-i, bax, bunun Q-sunun modulu, bunun Q-sunun moduluna neynəsin? Bərabər olsun. Yəni, işarəcə əks olmalıdır, amma miqdar cəhətdən, ədədi qiymət cəhətdən mütləq bir-birlərinə bərabər olmalıdır. Belə.